Sual belədir, deyir, boz çirklənmiş ağ idi, yoxsa düzəlməyə çalışan qara? Ya məcburiyyətdə boz olubsa, ortada qalıbsa, bu belə bir sual. Həyat yin və yang kimi görünür, amma ağ-qaranın altında tamamilə rəngarəng bir sfera var. Bütün rənglərin bir-birinə qarışdığı, bildiyimiz və bilmədiyimiz bütün rənglərin olduğu kainat tamamilə əslində bir xaosdan ibarətdir. Orada müxtəlif çalarlar var, rənglər var, tonlar var. Həyat budur əslində. Yin, yang, bizim gördüyümüz ağ və qara, netlik, amma bütün çalarları birləşdirən bir yaradılışdır. Əsas məsələ o çalarlardan necə istifadə etməyimizdir. Boz varoluşumla dünyada varam, düzdürmü? Titreşim yayıram, varlığımı göstərirəm və mən boz olaraq düşünürəm ki, məcbur idim bu boz, məcburiyyətləmi gəldim, yəni bu seçimdən və bunu düşünürəmsə belə, bu varoluşumla olduğum üçün düşünürəm. Mən qırmızı olsam bəlkə də heç bunu düşünmələm, bəlkə də yaradılışı sorğulamaram, çünki ən yaxşısı məndə var, tamam? Yəni ən parlaq, göz alıcı rəng məndə var. Niyə düşünüm ki, araf rəngləri, niyə düşünüm ki, kainatı, yaradılışı, o yaradılışımın mənə, o təbiətimin mənə nələr qatdığını tapmalıyam. Bugün bozam deyə mən qırmızı olsam necə hiss eləyərdim və ya pink olsam necə hiss eləyərdim deyə düşünürəm. Yəni biraz anlatım tərzi qəribə gələ bilər sizə, amma yəqin ki, məni başa düşdünüz nə demək istəyirəm. Belə, hələlik.